Mamırlarda, qıcı kimilərdə, yəni qıcılar, planlar, qatırquyğularda çoxalma prosesi gördük ki, nəsil növbələşməsi ilə baş verir. Yetkin qıcı bitkisinin özü sporofit nəsildir və diploid xromosom dəstinə malikdir. Baxın, 2N göstərilib, yəni diploid deməkdir, 2N. Sporofit nəsil nədir? Yarpaqların altında dedik, sporangilərdə sporlar yetişir. Deməli, sporun əmələ gəldiyi nəsil sporofit nəsli adlanır. Sporangilər, baxın, diploid xromosom dəstinə malikdir, amma sporangin içərisində əmələ gələn, meyoz yolla əmələ gələn sporlar haploid xromosom dəstinə malikdir. Təbii ki, əgər haploid spordan cücərən protaldırsa, deməli, protal da haploid xromosom dəstinə malikdir. Protalın üzərində cücərən erkək və dişi cinsi qametlərdə, onlarda təbii ki, haploid xromosom dəstinə malikdir. Ancaq onların birləşməsindən əmələ gələn zigot isə diploid xromosom dəstinə malikdir. Artıq burada görürsünüz. Burada mayalanma prosesi gedir. Haploid xromosom dəsti spermatozoid, gəlir haploid xromosom dəsti yumurta hüceyrələri mayalayır və diploid xromosom dəsti zigot əmələ gəlir. Diploid xromosom dəsti zigotdan isə deməli yetkin qıcı bitkisi inkişaf edir. Cavan bitki inkişaf edir. Görürsünüz ki, cavan bitki də diploid xromosom dəstinə malik olur. Deməli, burada nə deyirik? Sporofit nəsil üstünlük təşkil edir deyirik. Nəyə görə? Çünki sporofit nəsildən gametofit nəsil əmələ gəlir. Nəsil növbələşməsi bu şəkildə gedir. Ona görə deyirik ki, erkək qıcı bitkisinin özü sporofit nəsildir. Burada sporofit nəsil üstünlük təşkil edir. Protal isə gametofit nəsildir. Çünki erkək və dişi cinsi hüceyrələr protalın üzərində əmələ gəlir. Deməli, protal gametofit nəsildir. Üstünlük təşkil edir sporofit nəsil. Çünki sporofit nəsildən gametofit nəsil əmələ gəlir. Ümumiyyətlə, bütün bitkilərdə sporofit nəsil üstünlük təşkil edir, gametofit nəsil ondan əmələ gəlir. Təkcə mamırlardan başqa, mamırlarda isə gametofit nəsil üstünlük təşkil edir. Ona görə mamırlar kör şaxədir. İndi isə mamır bitkisinə baxaq. Dedik ki, yaşıl quş mamırı misalında dedik ki, erkək ayrıdır, dişisi ayrı və erkək bitki üzərində erkək cinsi hüceyrələr, dişi bitki üzərində dişi cinsi hüceyrələr əmələ gəlir. Deməli, dişi cinsi hüceyrələr haploid xromosom dəstinə malik olacaq, çünki bitkinin özü haploiddir. Erkək cinsi hüceyrələr də yenə də haploid xromosom dəstinə malik, deməli, erkək bitki də haploid xromosom dəstinə malikdir və gametofit nəsil üstünlük təşkil edir.